Salam dostlar, bugün sizlə bir yerdə çevrə üzrə hərəkət mövzusuna aid 34-cü sual nəzərdən keçirəsinik. Deməli, sualda bizə deyir ki, sürüşməsiz diyirlənən diskin mərkəzinin, şəkildə gördüyünüz kimi, yəni bu O nöqtəsinin yerə nəzərən sürəti 2 metr bölü saniyədir. Verilmiş anda M nöqtəsinin yerə nəzərən sürətinin modulunu hesablayın. Dostlar, biz burada nəyə diqqət etməliyik? Sürüşməsiz diyirlənən disklərdə əslində iki hərəkət mövcuddur. Yəni diyirlənən bir disk, bu maşın təkəri də ola bilər, eyni zamanda öz ox ətrafında fırlanır. Yəni burada həm çevrə üzrə hərəkət var, həm də irəliləmə hərəkəti var. Yəni diyirlənəndə disk bilirsiniz ki, fırlandıqca da irəliyə doğru hərəkət edir. Deməli, burada biz hər iki hərəkəti nəzərə almalıyıq. Hər iki hərəkəti nəzərə almaq o deməkdir ki, hər iki hərəkətə aid sürət vektorlarını çəkməyimiz lazımdır. İndi M nöqtəsini soruşur bizdən. Gəlin M nöqtəsinə baxaq. Deməli, M nöqtəsi fırlanma hərəkətini nəzərə alanda yuxarı doğru hərəkət edir, düzdürmü? Çünki çevrə üzrə hərəkətdə bilirsiniz ki, xətti sürətin istiqaməti çevrəyə toxunan istiqaməti. Deməli, M nöqtəsinin fırlanma hərəkətinin sürəti 2 metr bölü saniyədir və yuxarıya doğrudur. Bəs irəliləmə hərəkəti nə deməkdir? İrəliləmə hərəkəti o deməkdir ki, şagirdlər, verilən cismin bütün nöqtələri eyni istiqamətdə hərəkət edir. Bax, üzərində gördüyünüz bütün nöqtələr hamısı M nöqtəsinə daxil olmaqla irəliyə doğru, yəni sağa doğru hərəkət edir. Necə ki, o mərkəz nöqtəsi, bax, 2 ilə hərəkət elədiyi kimi. Deməli, M nöqtəsinin irəliləmə hərəkətinin sürəti də 2-dir və bu sağa doğrudur. Onda M nöqtəsindəki yekun sürətin modulunu tapmaq üçün burada hər iki vektor arasındakı bucaq 90 dərəcə olduğuna görə Pifaqor teoremi ilə tapa bilərik. Sürətlərin toplanma qaydasına əsasən kök altında, yəni V yekun bərabərdir kök altında 2-nin kvadratı üstə gəlinsin, 2-nin kvadratı, o da bərabərdir kök altında 8, yəni 2 kökdə 2 metr bölünsün saniyə. Düzgün cavab olacaq B variantı şagirdlər. Təkrar edirəm, burada bizi maraqlandıran məsələ iki hərəkətin bir yerdə olmasıdır. Həm irəliləmə hərəkətini nəzərə almalıyıq sağa doğru, həm də çevrə üzrə fırlanma hərəkətini nəzərə almalıyıq ki, yekun sürəti tapa bilək.